Əyləşin. Mən sizə çox ciddi və çətin bir iş tapşırmaq istəyirəm. Mən çətin işləri sevirəm, yoldaş mayor. Məsələn, siz ölü dirildə bilərsinizmi? Ölü? Bəli. Mən istəyirəm ki, siz müharibədən əvvəl dənizdə boğulmuş bir canini dirildəsiniz. Maraqlıdır. Alın bu materialları. Hamısı ilə diqqətlə tuş olun. Sonra danışarıq. Sən hissiyata qapılmırsan ki. Unutma ki, o sənin doğma bacını kör eləyib. Mən elə məhz bunu unutmaq istəyirəm. Hər hansı bir cani ilə öz şəxsi hisslərinin təsiri altında rəftar etmək doğru iş üsulu deyil, dostum. Mən bu qərara gəlmişəm ki, yoldaş polkovnik, Tərlanı bu işdə təqsiri olmayan bir adam kimi azad eləyim. Mən hətta onu işə də götürmək istəyirəm. Məqsəd? Əsas məqsəd Şahmarı ələ keçirməkdir. Tərlan çox möhkəm adamdır. O burada saxlanmaqla nə özü boynuna alacaq, nə də yoldaşlarını ələ verəcəkdir. Sonra? Mən elə bir şərait yaratmaq istəyirəm ki, Tərlan bir neçə dəfə Sevda ilə Kəmalə xanımla üz-üzə gəlsin. Yəni cani öz cinayətlərinin günahsız qurbanları ilə qarşılaşsın. Mən yaxşı başa düşürəm ki, bu üsulu hər bir caniyə tətbiq etmək olmaz. Ancaq mən elə gəlir ki, bu Tərlan kimi adamlara təsir edər. Mən sənə deyəndə ki, bu işi həll etmək üçün sənin əlində bütün imkanları var, elə bunu nəzər almışdım. Nə vaxt başlamaq istəyirsən? 3 gün sonra Qumru Filarmoniyada Sevdanın mahnılarını oxuyacaq. Aydındır. Axır ki düzəldi. Yenə gərək Qumrunu gözləyəm. O gəlib yazar. Yox. Madam ki mən koram, özümə yol tapmalıyam. Mən nə üçün utanıram? Mən niyə gərək axı kör olaydım? Gənc kompozitorların əsərlərindən ibarət konsertimizə başlayırıq.